dostlar ve tersiniz. Bugün sizlerle birlikte Brawl Stars yeni sezon, yeni mobil oyun modu ve daha fazlasıyla sizin önündeyim. Ve en birinci Brawl Stars Supercell Store üzerinden aldığım 10 elmas. Bu video sonunda necə alacağınızı göstereceğim. Başa salmaq gerekirsə, birinci Google'unuza girin ve Supercell Store yazarak birinci sitəni açın ve orada Brawl Stars bölməsini açın ve en axıra gedərək orada ücretsiz 10 elmasınızı alabilirsiniz. Ve bilirsiniz ki səhər yeni ultra efsanevi kaze, yeni sezon ve yeni oyun modu olan savaş arenası ve etkinlik geldi ve etkinliklerden danışacağım. En birinci kaze 5500'ədir, ultra efsanevi ve suikastidir. Uşaqlar, bunu atmaq sizin şəxsi ehtiyacınızdır, amma mən atmaq istəyirəm, sadəcə bunun üçün çox əmin deyiləm. Amma açacağım, 5500 kredidir, yarısını toplamışam. Sizə taktik vermək istəsəm, bilirsiniz ki, ustalıkları siləcəklər. Ustalıklar silinən vaxt isə bizə çox fazla ustalıklar veriləcək. Və bunu eləmək üçünsə, baxın, biz indi 20 milyar keçmişik. Hardasa onlar 30 milyardayıq. Və ustalıklar getdir və 200 ustalıqdan 3 kat gələcək. Məsələn, 55 deyil, olacaq 165 falan verəcək və bundan da ustalıq kasacağıq. Sizin taktikim gizemli ve efsanevi savaşçıların gümüş üçə qədər, yəni 5800 ustalıq kasaraq. Usta bu altın 1, altın 2, altın 3'deki kimi kozmetikler, kalpler adında bir yere gedəcək. Tamam. İndi isə yeni oyun modu ve sezon. Sezonun kostümü olan maskeli Edgar. Uf, bu esalet. Çok güzel kostümdü. Bu PES Plus kostümü de süperdi. Beyaz, kırmızı ve kara seçenekleri var. En çok sevdiğim kara seçeneği oldu. Burada da süper değil kara seçeneği. Desem buradaydı kara seçeneği. Lol. This is so lame. This is so lame. Evet. This is so lame. Bu da video sonunda geləcək. En birinci savaş arenasına girək və baxaq. Olsun, güzel bir karakter olacaq. Evet, Lumi ile savaş arenasına geçək. Bu savaş arenası oyun modu ilk defa Brawl Talk'ta gördüğümde LOL. Demiştim ki aha LOL. Brawl Stars'ta LOL oynayacak. LOL'da League of Legends yani. Çok sevinmiştim. Birinci yani League of Legends'a da okşuyorum. Burada kaleler var. League of Legends'ta daha çoktu. Ve ortada da bizim kulelerimiz var. Bizim kulelerimiz var. O kuleler de saldırır. Qıraqdakı kuleler, bir de çok ortadaki əsas kule. Oha, bize meg gəlib. Hakikaten de. Aha, bunlar da kəsərək level atladım. Yəni yüklər kimi də hop level atlayıp aga be. Juju. Ha, Juju ben kəsib. Heç olmaz. Hadi. Juju. Birinci kuleləri saldırmalısam və getdi. Adını fake koymamın Juju ile oynayır. Hop. Nasılsın kardeş? Gel. El Primo. El Primo da öldü. Demək gerekirsə bu oyun modu LoL'a oxşatdım birinci olarak əlbəttə ki. Yəni LoL oynamışsınızsa bunu oynamanız daha hasan olacaq. İki insan birdən yox elədim. Çünki LoL oynamışam, hasan gəlir mənim üçün.
LoL'ü bir də ki bilgisayardan da, kompüterdən da hər yerdə oynamaq olur. Son vuruşu mən elədim. Niyə? Oh my god. Birazcık pis. Və 5 səviyyə. Bu səviyyələrdə sizin həm hasarınızı, həm də ki canınızı artırır. Evet. O level. En yüksek level məndədir. Çünki baxın buradakı robotları kəsirəm. Birazdan Kaju da çıxacaq. Lan benim arkadaşımı tez aksesuar bastıq. Güclü El Primo, El Primo, El Primo, El Primo və tak tak. Və inşallah takımımız kuleləri yox elədik. Düşmanın kulelerini. Oo. Sən borçsuz oldum ha. Kaju niyə gəlmədi? Kaju. Kaju normalda gəlməliydi. Birazcık gec gəlir Kaju. Ne oldu lan? Amma. Tez aksesuar bas. Şu an insanlardan qaçmaq üçün hər saniyə aksesuar basmaq çox həyecanlı bir şeydir. 545 canım var. Oo, 13'üm var. Bunu heç kaybetmək istəmirəm. Canımızı dolduraq. Və hızlıca, oh my god, bizimkini öldürürlər. Çak çak. İndisə hızlıca kəsirik. Kaju gələcək. Bizimkilər kəsmədən Kaju'nu da göstərə bilsəm süper olacaq. Çox basitdilər. Juju özünü AFK bıraktı. Çünki bildik bu da bilməyəcək. Və maç bitdi. Heyf ki Kaju'nu göstərə bilmədim. Ama Kaju'nu da öldürərək takımımıza yüklü miqdarda, yani bayağı bir nə deyəcəm, səviyyələrini arttıra bilərsiniz. Ən çox da sizin səviyyəniz olacaq. Kaju'ya son vuruş eləyək. Oradakı robotlar əsas son vuruş öləbilidir. Son vuruşu eləyən şəxs da takımda da özünə də çox fazla gücləndirmə ala bilir. Evet, bəhs etdiyim ustalıq. Baxın 17 aldım ama 2 katladı 34. İndi yəqin ki təxminimə görə sabah da 200 ustalıq puanı olacaq. Onda da yəqin ki 3'e falan katlayacaq. Və sezon. Nə verir? Ben bunları saxlayacağım. Hamısı Kaze üçün. Kaze. Çünki Kaze'ni atmaq çox çətindir. Və savaş arenası. Savaş arenasında özəl çoxlu görevlər gəlir. Mən bu görevlərdən birini tamamlamışam. 3 maç kazan görevini tamamladım. Burada star hediyeləri, özəl görsel effektlər də verir. Daha fazlası olarak burada etkinlik var. Burada 3 kaybetme hakkımız olan ücretsiz kostüm etkinliği. Tokusatsu Colette kostümü. Tokusatsu. Çok qəribə adı var. Buradakı ben bir tanesini tamamlamışam. Bir daha da uduzmuşam. Özümü təhlükə atmayacağım. Güvenilir bir karakter alacağım. Bu kostümü almaq üçün savaş arenasının fərqli haritalarında oynayacağıq. Haritalar eynidir. Sadəcə fərqli çalılar falan filan. Belə baxıram çalılar da eynidir. Her şey eynidir. Zafer ikisi eynidir. Heç bir fərqi yoxdur. Və denemeden önce Kaze'den de maskeli Edgar kostümünü deneyəcəyik. Kaze. Çok güzel karakterdir. Aha. Mecha Finks. Ve Kaze. Kaze'nin iki özelliği var. Geisha ve Ninja. Geisha özelliğinde belə bir kısa vuruş alanı olur. Bu vuruş alanında ise burada çember kimidir. Ama burada birazcık kesilmiş bir hisse var gördüğünüz kimi. Şak şak şak. Burada 3000 hasar vurur. Ama bu hissesi ise 1500. Burada bir taktik var. Burada her kritik noktasını vurduktan sonra daire kimi fırlanır. Bakın, eğer ki bunu tutturabilirseniz çoxlu 3000 hasar verə bilərik. Süper saldırısı ise yelpaze fırtınasıydı. Çıxmaq istəyən düşmanları hasar verir və görüş alanında zəiflədir, heç kimi görə bilmirlər. İkinci özelliğine de buradakı balıqdır mı, nədir mi aksesuarından keçirik Ninja.
Ninja özelliğinde daha da uzağa ateş eləyə Uzaktan ateş eləyəndə 915 ve 990. Yaxına ateş ettiğinde 1500. Bunun ise süperi irəli atılır ve arkada belə bir yıldızlar qoyur. Bu yıldızlar ise 3-4 saniyədən sonra partlayır. Bu çok yaxşı özelliğidir. Yəni süperinizi Jeish özelliğinde yox da Ninja özelliğine keçib süperinizi kullanmanız daha məsləhətdir. Əlbəttə ki, hiper şarjla gəlmişdi. Hiper şarjında isə Jeish modundakı hiper şarj içindəkiləri də hasar verir. 324 çox azdır. Amma heç olmaz. Tez yenə də belə. Ninja özelliğindeki hiper şarj ise belə olacaq. Bir dəqiqə, oradakı canlılar gəlsin. Evet. Ninja özelliğindeki hiper şarj benim favorim oldu. Saniyəsində partladır. Bakın saniyəsində. Ve 3700 DTS hasar verir. Bu hasar çok fazladır. Neyse, indi isə Maskeli Edgar'ı denəyək. Maskeli Edgar da çox qəşəng kostümdür. Mənim ən favori kostümüm. Çünki Edgar'a çoxdan kostüm gəlmirdi. Qara və qara rəng seçənəyini götürdük. Və Edgar'da kostümünü denəyək. Bu sezon kostümüdür. Və çox qəşəngdir. İndi baxaq. Belə bir effektlər var. Zəhir salgılayır. Yerə eniş. Gözü yaxşı görə bilmədim. Çoram çünki mən. Neysə. Belə atlayış şəkildə, həm də ki, düşən şəkildə var. Atlayır. Belə bir şey çıxır dil kimi. Belə. Hiper şarjda da yoxdur. Hə. Hiper şarj yox. Ooo. Hiper şarjda da görsel effektler var uşaqlar. Bu her kostümde olmur ha. Mesela Thor Bibi'ye bakın. Ne kadar da efsanevi kostüm olsa da hiper şarjlı süperinde görseller çıxmır. Ama buradaki yaxşıdır. Rəng seçənəkləri də var. Eyni görsəllərin sadəcə rənglər fərqlidir. Bu videomuz da bu kadar idi. Burada bununla da birlikte yeni sezon, yeni Ultra Legendary Savaşçı, yeni sezon Savaş Ernesi bunları gösterdik. Sağ olun, salamat qalın, bay bay.